Salam əziz dəyərli izləyicilər. Bugün sizə boğa bürcünü təqdim edirəm əzizlərim. Əziz boğa, bax bu həftə sizin üçün sakitliklə, həyəcanın, sabitliklə, dəyişmənin bir arada yaşaması xüsusilə bir gözəl bir həftə ola bilər sizin üçün. Həyatınızda bax uzun müddətdir təxirə saldığın bəzi məsələlər indi yenidən səni çağırır. Artıq qaçmaq deyil, üzləşmək vaxtıdır əzizim. Sən bu həftə həyatının idarəsini yenidən ələ almaq istiqamətini müəyyənləşdirəcəksən. Yəni xüsusilə maddi və şəxsi münasibətlərdə bəzi tarazlığı qurmaq əsas bir mövzu olacaq sizin üçün. Hisslərin dərinləşəcək, amma emosiyaların səni idarə etməsinə icazə vermə. Daxilində bir səs var əzizim. Artıq dəyişməliyəm. Bax, səs içərdən deyir ki, artıq dəyişməliyəm. Amma eyni zamanda itirməkdən qorxuram. O hisslər də var səndə. Amma bu həftə səni qorxudan şeylər əslində səni azad edən qapıya aparacaq əzizim. Ona görə də kainat sənə deyir ki, əgər cəsarətlə addım atarsansa, həyat sənə bolluğa cavab verəcək. Yəni, bolluğa tərəf aparacaq əzizim. Bax, bu həftə iş həyatında səbrinin bəhrəsini görməyə başlayacaqsan. Yəni, görürsünüz, nə qədər insan səbr etsə, o qədər də bəhrəsini yığa bilir. Uzun müddətdir əziyyət çəkdiyin, amma dəyər verilməyən işlərin ki var, indi diqqətli. Yəni, diqqətə gəlməsi mümkündür bax bu həftə. Çünki rəhbərlik, müştərilər, həmkarların sənə daha çox güvənməyə başlayacaq. Həftənin deyərdim ortasında bir məsuliyyət, yeni bir tapşırıq, yəni səni bir qədər gərginləşdirəcək, amma sonunda mükafatlı olacaq. Əgər öz işin varsa bu həftə reklam, satış, yəni yeni ideyaların reallaşması üçün çox əlverişli vaxtdır. Qərar vermə prosesində tələsmə. Çünki detallar uğurun açarı olacaq sənin üçün. Əgər iş axtarırsansa, çərşənbə və ya cümə günü gələcək xəbərlər səni sevindirə bilər. Kollektiv işlərində liderlik bacarığını göstərməkdən çəkinmə. Bəzən sən sakitliklə hərəkət edirsən, amma bu həftə azacıq belə bir risk də sənin xeyrinə olacaq. Düzdür, çox riskə də girməyin bu həftə, amma xırda bir risklər baş verə bilər. Həftənin sonuna doğru gözlənilməz bir müsbət dönüş baş verəcək. Uzun müddətdir səbr etdiyin bir məsələ sənin xeyrinə həll oluna bilər. Bəziləriniz siz buğalar, bax, bəziləriniz çətinlik çəkirsiniz. Evimi satmaq istəyirsiniz, borcunuz var, borcundan da qurtarmaq istəyirsiniz. Ya uzaq belə olsa gedib bir iş qurmaq istəyirsiniz. Ya uzaqdan gözlədiyin biriləri var. Bax, anidən qapılar açılacaq sənin səbrinlə. Bir dostluğun, yaxınlığın birisinin sayəsində böyük bir dəyişim edə bilərsən. Ağlınla ürəyin arasında, düşüncələr arasındasan. Birilərinlə elə bir fürsət tapa bilmədin ki, danışasan. Çünki içində də o insanla danışmaq istəyirsən. Amma fürsət yaranacaq, danışacaqsan. O da sizdən xəbər gözləyir, addım ata bilmirsiniz. O da sizdən addım gözləyir, siz də ondan addımı gözləyirsiniz. Bir iş xəbəri gələcək. İşləyirsənsə alacağın birindən bir alacağın var və ya verəcəyin var. Yeni bir fikir oyanacaq səndə, yenilik, gözəllik gətirəcək sənə. Maddiyyat qazanmaq istəyəcəksən, həyatında birisi varsa da sadiq olduğunu, biraz ona qarşı şübhələrin var. Ona görə bir araşdırma edəcəksən, amma fürsətlər gələcək qarşına. Bir dostundur, ya rəfiqəndir, bir yanılman olacaq ona qarşı. Yəni o qədər güvəndim, o qədər inandım bu insana. Bir tələyə sala bilərlər səni, bir tələ, bir hiyləgərlik var. Diqqət et, izləyən var. Dost, rəfiqə seçimində də bu həftə diqqət et. Hüquqi məsələlər ola biləcək və ya varsa da gözəl xəbər ala biləcəksən. Yeni fürsətlər, olumlu gəlişmələr. Hər kəsi məmnun edə bilmirsən, məmnun edə bilməzsən. Yəni, ha istəyirsən, fədakarlıq edirsən, hamı üçün qaçırsan, amma mümkün deyil.
Hey səndən gözləyirlər. Hər bir hərəkəti səndən gözləyirlər ki, sən qabağa düşəsən. Cavabdehlik üzərində var. Qorunma altında ola bilərsən. Bəlkə də qorunman var əzizim. İlahidən də qorunursan bəlkə. Təmiz niyyətin var. Təmiz niyyətini istifadə edənlər oldu. Keçmişdə bir qırğınlıq, bir küskünlüklərin oldu. Bu həftə buğalar üçün maddiyyat məsələləri ön plana keçəcək. Biraz maddiyyatda dalğalanmalar ola biləcək. Bir anda gəlir artımı da ola bilər, gəlir azalması da ola bilər əzizim. Digər anda gözlənilməz xərcləriniz də çıxa bilər anidən. Lakin ümumi tendensiya müsbətdir sizdə. Əgər son aylarda maddi vəziyyətində sıxıntı hiss etmisənsə, indi yavaş-yavaş yüngülləşməyə doğru gedəcəksən. Bəzi buğalarsa yeni bir layihədən, bəzi üçünsə gözlənilməz bir ödənişdən qaynaqlanacaq ki, bəzi sevinclər olacaq, amma çox vacib bir məqam var. Bu həftə israfçılıqdan uzaq dur əzizim. Lüks, emosional alış-verişdən fayda gəlməz sənə. Biraz diqqətli ol. Pulunu planla xərclə. Çünki yaxın gələcəkdə böyük bir investisiya imkanı doğa bilər sizdə. Əgər borcun varsa, bu həftə onun ödəməsi ilə münasib zaman olacaq ki, ödəməsi ilə məşğul ola biləcəksən. Maddiyyat sabitliyi, bax, maddiyyat sabitliyi üçün sənə elə bir ki, biraz yavaş xərclə, yəni az xərclə bu həftə. Amma həftə sonu da maddiyyatla əlaqəli danışıqların ola biləcək. Açıq danışıq sənə fayda gətirəcək. Dostluqda, sevgidə biraz eqoluq, bir soyuma var. Amma nə qədər fədakarlıq etsən də, kimin fədakar, kimin ikiyüzlü olduğunu, yəni kimin yardımcı olduğunu sənə, kimin istifadəçi olduğunu görəcəksən. Çünki burada sərt divarlar ola bilər. Bəzilərindən dost rəfiqəlik bitə bilər. Bir təmizlənmə yoldaşlar arasında haqsızlıq kimi edildisə sənə bir üzləşmə ola bilər. Bəlkə də tək buraxıldın. Kimi özünü hiss edə bilərsən, diqqətli ol. 20-sinə qədər biraz səbirli, diqqətli ol, əziz buğa. Düzdür, bir neçə gün özünüzə biraz çətinlik verdiniz, əziyyətiniz oldu. Bəlkə də övladınız varsa övladınızla və ailə içindən birilərlə bəlkə də bir ayrılıq qərarı verdiniz və ya bir ayrılıq ola bilər. Bəlkə də bir övladınla bir incilik də ola bilər. Anidən övladın inciyə bilər səndən. Amma 20-sindən sonra sağlığına bax çalış əzizim. Bir haqsızlıq yaşanmış sizə qarşı, oyunlarına qarşı. Yəni oyun oynayanlara qarşı gözün açıq olsun. Gerçəkləri görəcəksən. Bir aydınlanma ola biləcək. Bəzi sonuçlar, gerçəkləri görmək istədiyin bir şeylər var əzizim. Üzülmə. Nə də özünü üzmə. Verdiyin əməyin qarşılığını görəcəksən. Gücünü fərq edəcəksən. Üzülməyi geridə qoyacaqsan. Aldığın qərarlara peşman olmayacaqsan. İş yerini dəyişə bilərsən. Dəyişikliklər həyatında ola bilər. Sağlığına doğru da doğru addımlar atacaqsan. Yeniliklər ola biləcək. 6 aydan sonra, ola bilər 6 ay deyimsə də, mart, aprel aylarına biraz diqqət edəcəksiniz. Çünki buna hələ çox var, çıxdığına görə dedim. Önəmli elə bir alma, satma, ortaqlıq məsələləri, yəni xeyirli bəlkə də olmayan bəzi məsələlər ola bilər deyənə, bu aylarda biraz gözdən keçirtdiyin bəzi məsələlər ola biləcək. Gecikilmiş bəlkə də danışlıq, gecikilmiş işləriniz ola bilər. Bax, burada əziz buğa, siz bir anlaşmamazlıqlar olmuş. Bir gördüklərinə, eşitdiklərinə inana bilməyəcəksən. Bir şey mi itirdin, axtarırsan. Onun haqda xəbər ola biləcək. Evlə əlaqəli bir anlaşma, bəlkə də ev sahibinə bir anlaşman ola biləcək, kirayəkeşsən. Güvənlə əlaqə problemi, yəni güvənlə problem yaşana bilərsən də. Evlilik təklifi qarşı tərəfdən ola biləcək. Sizdən yaşca böyük olan ailədə gözəl gəlişmələri eşidəcəksən. Bax, sağlığınla əlaqəli pulun çıxa bilər səndən biraz. Ən xeyirlisi olacaq sizə. Yuxusuz gecələrin var. Bir işin içindən çıxa bilmirsən. Mübahisələrdən çalış, uzaq ol.
Xəbərlərdən sonra sənə gələn 2 xəbərdir ya 2 nəfər xəbər gətirə bilər. Kəskin qərarlar verəcəksən. Üçlü sevgidə diqqətli ol. İş yerində geri çəkil. Üçlü sevgi deyəndə bəziniz başa düşmürsünüz. Yəni həyat yoldaşı ola başqasıyla da bir sevgilidir. Yəni bunlar hamısı üzə çıxa biləcək. Bir danışıqlar, dedikodular ola biləcək. İş yerində geri çəkilib gözləyirsən. Zehnin biraz qarma qarışıqdır. Bildiyin yolla gedəcəksən. Bir dönüşüm yaşaya bilərsən. Çox çəkdiniz. Aldanma, aldadılma. Bəzi oyunlardan yoruldunuz. Artıq bunlar hamısı bitəcək. Sözləşmə, anlaşma, partnyorluğun dəstəyi ola biləcək. Çətinlik ailədə varsa da, yəni ailədə bir səhv edən də varsa, çalış o mübahisələrə girmə. Təhsilinə diqqət nəzərində olacaqsan. Yəni diqqət ver təhsilinə, işinə. Nə qədər əngəl varsa onları aşacaqsan. Sizi düşünən biriləri var. Çox təmiz qəlbin var, əzizim. Bir şeylər yaşadın. Çox şeylərin, yəni üzün gördün, çox insanların da nəzər var üzərinizdə. Bəzi insanlar var ki, dəyməzmiş, ona görə fədakarlıqlar etdiniz. Sevgi həyatında hadisələr səni dərindən düşündürəcək. Əgər münasibətdəsinizsə, partnyorun varsa, sevgilin varsa, davranışlarını daha da dərindən analiz edəcəksən. Ola bilər ki, bəzi məsələlərdə artıq sükutu pozmaq və açıq danışmaq ehtiyacı hiss edəcəksən. Bir yaxınlaşma və ya uzaqlaşma gətirəcək sənə bunlar. Amma hər iki halda nəticə sənin xeyrinə ola biləcək. Ailəli buğalarsa, ailəsi olan, həyat yoldaşı olan bu həftə ortaq məqsədlərə gələcəksiniz. Maddiyyatla əlaqəli gələcək planların üzərində birlikdə düşünmək münasibəti sabitlik gətirəcək. Subay buğalar üçünsə bu həftə çox maraqlı enerji var. Sosial medianın iş mühitində və yol üstündə təsadüflər, tanışlıqlar mümkündür. Amma bu tanışlıqların təhlükəli olması üçün səbir və səmimiyyət lazımdır, əzizim. Keçmişdə yarımçıq qalan bir münasibət yenidən gündəmə gələ bilər. Əgər baş verərsə, bu dəfə hər şey köhnə kimi etmə. Bu dəfə səbirlə, anlayışla yanaş. Həqiqi sevgi səni qorumaq istəyir, sınaqdan keçirmək deyil, əzizim. Bu həftə elə bir deyərdim ki, sosial çevrəndə bəzi sirlər açılacaq. Uzun zamanda etibar etdiyin bir dostun, rəfiqənlə bağlı maraqlı bir məsələ ortaya çıxacaq. Amma tələsik nəticə çıxarma. Bu həftə ətrafında insanların niyyətlərini daha da aydın görəcəksən. Elə bir kainat sənə sanki xəbərdar edir. Kimin yanında rahat nəfəs almaq sənin tərəfindədir. Sosial mediada aktivsənsə, paylaşmalarına bu həftə çox diqqət çəkəcəksən. Amma ehtiyatlı ol. Hər fikir sənə xeyri gətirməz. Qohumlarla münasibətlərdə harmoniya mümkündür. Bəzi köhnə dostlarla yenidən əlaqə qurmaq sənin üçün enerji bərpası ola biləcək. Amma hər kəsə qarşında ürəyini açma. Çünki səndə o qədər safsan ki, səndən istifadə edənlər vaxtı ikən ediblər. Amma yenidən o insanlar sənin həyatında ola bilər. Hər kəsə ürəyini açma. Sükut bəzən ən güclü cavabdır. Yeni insanlarla tanış olacaqsan. Biraz səthillikdən uzaq dur. Çünki bu həftə səmimiyyət səni yüksəldəcək, narahat olma. Sağlamlıqda bu həftə bədən səndən diqqət istəyir, əzizim. Xüsusilə boyun, çiyin, boğaz nahiyələri həssas olacaq. Havanın dəyişməsindən birlikdə ümumi sistemini gücləndirmək vacib olacaq sənin üçün. Qidalanmaqdan fikir ver, ağır yeməkdən uzaq ol. Fiziki fəaliyyətdə planın varsa onu tənzimlə. Bədənini çalış bu həftə çox yükləmə. Ruh halın, değişkən halın ola bilər. Həftənin ortasında çox gərgin hiss edə biləcəksən. Bax, gərgin hiss edən kimi, əzizim, əziz buğalar. Biraz musiqiyə qulaq as, biraz musiqi ilə vaxtını keçir. Keçmişin enerjini buraxmaq lazımdır. Keçmişdə bir hadisə, bir xəyal, bir qırğınlıq, səhv üçün özünü hələ də günahlandırırsan, bəzinizdə var, özü bilir kimdir. Amma bu səni indi irələməkdən saxlayan, yəni bu səni irəliyə getməkdən saxlayır, əzizim. Amma kainat deyərdim ki, keçmişi burax deyir. Gələcək səni gözləyir. Bəzi insanlar sənin səbirli təbiətindən sui-istifadə edə bilər. Amma bu dəfə susma. Öz dəyərini, müdafiəni et. Münasibətlərdə yox deməyi öyrən.
Həftənin ortasında emosional dalğalanmalar olacaq. Səni çox düşündürən bir məsələni nəhayət ki, buraxmaq qərarına gələcəksən. Bu həftə azadlıq, həm də yeni başlanğıc. Hər şeyin sənə qarşı, yəni hər şey sənə qarşı deyil. Sənin üçün baş verdiyini anladığın anda rahatlıq gələcək sənə. Çox vaxt dərindən düşünürsən əzizim hər bir şeyi. Səbirlə fədakarlıq edəcəksən. Ailədə, şəxsi həyatında bir çox məsələlər sənin xeyrinə dəyişməyə başlayacaq. Həftənin sonuna doğru səni sevindirən bir xəbər, təklif, görüş də ola bilər. Maddi qazanclar bəzi buğalar üçünsə iş münasibəti, ailə bağı sevinci olacaq. Uğurların sirri sənə bu həftə tələsmə. Hər şeyi axarına buraxmalısan. Əgər yaradıcılıqla və ya sənətin varsa, ya bizneslə məşğulsansa, bu həftə parlaya bilərsən. Daxili sükunətin səbir, yəni sabit enerjin səni digərlərindən fərqləndirə biləcək. Yəni sən yeni dövrə hazırlanırsan. Möhkəm təməlini qurmaq üzrəsən. Bu hələ də başlanğıcdır, amma çox güclü başlanğıc olacaq sənin üçün əzizim. Əgər səbr etsən, həyat səni artıq unutmayacaq. Əgər bəzən yavaş hərəkət edirsənsə, amma bu uğursuzluq deyil, müdriklükdür. Hər şeyin öz vaxtı var. Amma sənin də vaxtın yaxınlaşır əzizim, qorxma. Dəyişikliklərdən qorxma. Bu sənə rahatlıq gətirə biləcək. Öz dəyərinə sadiq qal, sərhədlərini qoru. Deyərdim, həftə sonunda bir yüngüllük hissiyə biləcəksən özündə. Yəni sənə deyərdim ki, vallah kainat sənə mükafat verir. Çünki sən bacarırsan o səbri. Sən özünə söz verirsən. Yəni düzdür, nə qədər qırğınlıqlar, küskünlüklər olubsa, bu barışıq da ola biləcək. Çalış, mübahisələrə də girmə əzizim. Bəzi şeyə peşimansan ki, bəzi insanlarla mən niyə dostluq etdim? Mən niyə bu bəzi insanlara dəyər verdim? Yəni dəyəri değməyən insanlara dəyər verdim. Narahat olmayın, səbirli olun. İnşallah ki, siz üçün yavaş-yavaş, səbirlə irəliyə doğru gedəcəksiniz. Düzdür, birilərinə ah etdiniz, o ahınızda tutacaq inşallah. Diqqətinizə görə var olun, sağ olun.